Dünən axşam marketdən birindən villa südü aldıq. Baxdım, tarixi, hər şey yerindədir, qaydasındadır, hər bir şey. Evdə axşam gətirdim, içmək istədim. Südü tökəndə bu mənzərə ilə qarşılaşdım. Belə bir mənzərə, yəni süd artıq, belə deyək, süd deyil, nədirsə bir mayedir. Get-gedə kimyəvi proseslər gedir mayədə. Bu vəziyyətdə belə bir mənzərə villa südündə. Sosial şəbəkədə paylaşdım, yəni öz səhifəmdə paylaşdım ki, belə bir vəziyyət var, belə bir hal var. Bu qədər yəni. Bəs hansı şikayət eləmək istəyirsiniz? Düşünürəm Eyüp müəllimə deyim, yəni bu Azad İstehlakçılar Birliyi, yəni ona öz müraciətimi eləyim. Ondan sonra da lazım olan instansiyalara müraciət eləyim. Əgər istehlakçı villa südü alıbsa və onu açanda qeyri-ağ rəngdə çıxıbsa və bu səbəb də onun etiketində yazılmayıbsa, bir mənalı şəkildə elə süd istehlak edilməməlidir. Və bu onun göstəricisidir ki, həmin südün tərkibinə kimyəvi maddələr vurublar, onun uzun ömürlüyünü, yəni uzun müddət xarab olunmasını təmin etmək üçün belə görünür ki, həmin kimyəvi maddələr, stabilizatorlar normadan artıq vurulubdur. Və o cür kimyəvi maddələr südün ömrünü uzatdığı kimi istehlakçının, alıcının ömrünü qısaldır. Çünki kimyəvi maddələrdir. Belə südlərdən insanlar kənar olmalıdır. İstehlakçılar süd alarkən nəyə fikir verməlidirlər? İstehlakçılar süd alarkən və yaxud digər ərzaq malları alan zaman birinci növbədə qısa bir monitorinq aparmalıdırlar. Yəni qiymət monitorinqi yox, südün və yaxud ərzaq malının buraxılma tarixi və yararlılıq müddəti haqqında bir monitorinq aparmalıdırlar. Bir mənalı şəkildə malın üzərində buraxılma tarixi və son yararlılıq müddəti varsa, belə mala yaxın durmalıdırlar. Əgər o yoxdursa və yaxud biri varsa, belə maldan uzaq olmalıdırlar. İkinci, baxmalıdırlar, təzə olsun. Yəni, buraxılma tarixi olanda bilinir ki, nəyə vaxt buraxılıbdır, onu seçimi onun üzərinə yaxınlaşdırsınlar, hələ demirəm, alsınlar. Məsəl üçün, Azərbaycanda uzun müddəti fermerskaya smetana satılır, xaricdən gətirilir. Üzərində bir dənə tarix var. Son yararlılıq tarixi bilinmir, nə vaxt buraxılıbdır, əvvəlki tarixini bilmirlər. Yəni, belə maldan bir tarix olanlarını da uzaq tutsunlar. Deməli, seçdilər ki, üzərində 2 tarix var və ən yaxın olanını almaq lazımdır, yəni təzəsin. Lakin, öncəki seçimə gəlsə, görər ki, bəzi malların süd məhsulları üzərində yararlılıq, buraxılma tarixinin yararlılıq müddəti arasında çox qısa bir məsafə var. Bu, o deməkdir ki, istehsalçı müəssisə böyük risk edir, istehlakçılara təzə və keyfiyyətli məhsul verir. Yəni, məlumdur ki, istehsalçılar həmişə istəyir ki, malı ölməz olsun, onun ömrü uzun olsun, aylarla qalsın, xarab olmasın ki, onun istehlakçılar alsın, pul gəlsin onlara. Lakin risk edən firmalar, malı geri götürə bilən firmalar malın ömrünü qısa eləyir. Vaxtı uzun edənlər onun tərkibinə kimyəvi maddələr qarışdırırlar. Alıcılar bilməlidirlər ki, malın ömrünü hansı kimyəvi maddə uzadırsa, həmin kimyəvi maddə insanın ömrünü qısaldır.